Salam, hörmətli tədbir iştirakçıları. Biz bugün 14 may 2024 25-ci il Səlyan rayonunda Uşaq Yaradıcı Mərkəzinin biznes salında ana köy ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyinin Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliğinin maliyyə yardımı ilə icra edəcəyi COP29'un qlobal missiyalarının yerlərdə təşviqi layihəsinin təqdimat mərasimindən görüşmüşük. Mən sizi ana ictimai birlikləri adından hamısını salamlayıram və güman edirəm ki, layihəmiz icra olunan müddətdə də siz bizə öz dəstəyini əsirgəməyəcəksiniz. Hər bir zaman ulu öndərimizin xatirəsini, tədbirlərdə gördüyü xidmətləri hər dəfə anırıq. İndi də xahiş edirəm Azərbaycanın çağdaş tarixinin yaradılmasını, yaradıcısı və mimarı, o cümlədə müasir Azərbaycan ekologiyasının inkişafına tarixi töhfələr vermiş. Tariximizdə doğum günü böyük ehtiramla qeyd etdiyimiz ümumi liderimiz Heydər Əliyevin və ölkəmci ərazi bütövlüyünün bərpa olunması uğrunda canları qurban verən şəhidlik zirvəsinə uzanmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəli sükutla İlk növbədə qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Təbii ki, bu qonaqlarımızı hamımız özümüz də tanıyırıq. Ancaq bizim sıralarımıza ilk dəfə iştirak edən Ekologiya Nazirinin əməkdaşı etiraf bəli buradadır. Səlyan Belediyəsinin sədri Qırma müəllim bugün bizimlə iştirak edir. Çox böyük lütf göstərib bizə. Eyni zamanda Regional Təhsil İdarəsinin məsul işçisi Sərxan müəllim bugün bizimlədir. O həm də bizim üçün ev yiyəsi olduğuna görə biz ona bir daha bizləri təşəkkürümüzü bildiririk. Hatırlatmaq yerinə çıxar ki, ana ictimai birliyi 2010-cu ildə fəaliyyət göstərir. Artıq bu il 15 ildir ana ictimai birliyi layihə eləyib və deyim ki, 15 ildə bir dəfəsə hər il olmaq şərti ilə 15 layihə icra olunur. Bu ilk növbədə regionda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin təmsilçilərinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı, buradakı vətəndaş cəmiyyətinin səsinə səs vermək, eyni zamanda mən güman edirəm ki, bizim rayonumuzda vətəndaş cəmiyyətinin formada olması, ictimai hərəkətçinin nöqteyi nəzərində biz daha çox fəal və regionda nümunə olmamızın nəticəsidir. Məlumat üçün deyim ki, ekologlar elə ötən əsrin ortalarından başlayaraq dəqiq haqqında olan həyəcanlı fikirlərini alimlərimiz, dövlət qadınlarımız və ən nəhayət beynəlxalq təşkilatlar eşitməyə başladılar və bu zərurət ondan irəli gəldi ki, təbiətin belə inkişaf edilməyi insanın getdikcə daha da təməyyüzləşməsinə, insan həyat tərzinin formadan düşməsinə və ən nəhayət hamı üçün bütün həyat üçün ciddi təhlükə yaratmasına gətirib çıxara bilər. Ona görə beynəlxalq səviyyədə bu məsələyə münasibət bildirildi. Zaman etibarilə bu ayet proqramın, normativlərin, qanunların yaradılması zərurəti yarandı. BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyası qəbul edildi. 1995-ci ildən başlayaraq BMT-nin təşkilatçılığı və konvensiyanın dünya dövlətləri iştirakı ilə geniş iclası keçirməklə görülmüş işlərə qiymət verilməklə yeni dövr üçün vəzifələr müəyyən edildi. Beləliklə qruplar yarandı. Növbəti tədbirin 29-cu tədbirin ötən noyabrın 11-22-sində Bakı şəhərində təşkil olunmasının hamımız şahidi olduq və yeri gəlmişlər deyim ki, ana ictimai birliyi rəhbəri kimi mən bu tədbirdə iştirak etdim. İnanın ki, dünyanın 190 ölkəsində gəlmiş, dilini, fikrini bilmədiyi insanlar haqqında onların neydən nəfəs aldığını hiss edən yaşamaqla özünü təbiətin bir parçası hesab etmək çox gözəl bir anlam idi. Çox böyük təəssüratla qayıtdım və bugün mən bu layihənin sizin qarşısında təqdim edir. Bir məqsəd də həmin orada eşitdiyi beynəlxalq çağırışları, beynəlxalq duyumları və ölkəmizin bu sahəyə verdiyi önəmi təşviq eləmək üçün biz bu layihəyə start vermişik. Təbiəti qorumaq. Bu bizim vətəndaş cəmiyyəti üzərindən düşən ötürüm çağırışdır. Biz vətəndaş cəmiyyəti olaraq təbiəti qorumaq üçün bugün bir yerə toplaşmışıq. Demək, meşələrin qırılmasının qarşısını almaq, biomüxtəlifliyi qorumaq üçün təbii resursların davamlı istifadəsini təşviq etmək. Bizim layihəmiz məhz 10-cu missiyanın, yəni təbiətin qorunması missiyasının həyata keçirilməsini töhfə vermək,
bu sahədə vətəndaş olaraq fikirlərimizi bölüşmək, praktik işlər görməyə əsr olmuşdur. Əlavə biz görəcəyimiz işləri sizə xatırlatmaq istəyirik. Biz bu 3 ay içərisində olan müddətdə biz nə edəcəyik? Təbii ki, ictimai birlik olaraq bizim gücümüz ictimai tədbirlərə, maarifləndirməyə çatır və aidiyyəti qurumlar qarşısında, dövlət orqanları qarşısında müəyyən məsələlərin həlli üçün təkliflər görməməyə çalışırıq. Biz bu layihədə konkret olaraq layihə təqdimatdan başqa 3 dəyərləmasına keçiriləcəyik. Rayon aparıcı qıdırı sahələrində olar, birində qardaşımızın peşə təhsili məktəbində keçirilək, digər yerlərdə keçirilə bilərik və ən nəhayət bizim ən böyük tədbirimiz bir konferansımız olacaq. Biz onu Dövlət Aqroinkişaf Mərkəzinin tərəfindən söhbət eləmişik. Regionun ekoloji, su, kənd təsərrüfatı problemlərində olan mövcud vəziyyət və təkliflərimiz və ən böyük bizim işimiz Səlyanda tuval peşələrinin bərpası məqsədi ilə Kür sahilində 100 ədəd Eldar şanı əkilməsi nəzərdə tutulur. Məhəmməd müəllim, siz bizim çox illik təcrübəmizi bilirsiniz, həm də bizim ağsaqqalımız kimi işləyə verdiyi müsaade fəaliyyəti və bizim qarşımızda da vəzifələr. Qeyd olunduğu kimi ekolojiya fərdi deyil. Bu dünya problemidir və bu problemin aradan qaldırılmasına hər bir insan, hər bir an fayda verə bilər və onun iştirakçısı ola bilər və olmalıyıq. Gündəlik bizim həyatımız belə bu amala xidmət etməyə yönəlir. Buna görə mən arzu edirəm ki, istəməli siz və burada oturan hər bir bizim iştirakçılarımız bu layihənin başa çatması müddətində deyil, yəni il boyu amurluqla bu məsələyə qoşulur və bu məsələlərin həllinin iştirakçı olmağa arzulayalım. Təşəkkür edirəm, bu layihəyə uğurlar arzulayıram. Sizə də sağlamlıq arzulayıram ki, bu layihənin işində daha fərqli göstərəsiniz, hər öz sahəsində bunun icrasına köməkli göstərsin. Təşəkkür edirəm. Bu beynəlxalq tədbir əlbəttə ki, təkcə o qlobal razılaşmanın əldə olduğu məkan kimi deyil, eyni zamanda ölkəmizin iqlim dəyişikliyi ətrafında öz məqsədlərinin həyata keçirildiyi bir reallıq edir. Doğrudan ölkəmiz orada o tədbirdə inkişaf etmiş və inkişaf etmiş ölkələrdə bir köprü olunur. Və bugün bu layihələrin, tədbir olmuş bu layihələrin bölgələrdə, yerlərdə keçirilmesi də çox layiq bir haldır. Qeyd edək ki, rayonumuz da bizim çox zəngin təbiətli layihənin mükəmməl olması və rayonumuzda da belə bir layihənin həyata keçirilməsinin baxımından mühüm əhəmiyyət kəsb edir. Uğurlar arzulayın müəllim. İnanırıq ki, bu layihə özümüzün nəticəsini göstərəcək. Biz də yanında təşkilat olaraq bu layihənin həyata keçirilməsi öz dəstəyini göstərəcək hazırdır. Teşekkür ederim. Ben bir teşkim olarak ki, bu tədbirin keçirilməmiş məzunları tədbirimizi keçirilir. Amma yaxşı olardı ki, bu tədbirin keçirilməsi belə bir şagirdlərlə, yəni onları ötürmək lazım. Onlar da görəsinlər, bilsən, layihələr, onlarla çəksinlər lazım. Məktəblər də o gənclərimiz də bilsin. Maariflənmə onlarda daha yaxşı olar. Yəni onlar da bilsin, gələcəkdə bu təbiətin qorunmasında, yəni yaxından iştirak edesinlər. Mən bu layihədə hər birinizə uğurlarınızı edirəm, çox danışmaq olar, ağaclar qeyd edebilirsiniz. Yəni, Azərbaycan başına nələr gəlməli, şükür Allah'ın Azərbaycanımız dirçəliyir. Biz də istəyək ki, Azərbaycanımız həmişə dirçəlsin, ölkələr arasında irəlidə olsun. Sağ olun, var olsun. Bugünkü günün Azərbaycan muhabirliyi hər zaman ekoloji qoruyanlardan biri olub Hüsənlər. İstifadə edilmiş. Və biz də sizin bu gördüyünüz işlərlə hər zaman sizin yanınızdayıq. Bizim türklərimizdə nə qədərsə, Allah'ımız qədər, əlimizdən nə gəlsə biz sizinləyik. Bəli, gözəl mənim gözəl bir çıxış elədi, mən də onların çıxışına qoyuram. Bu cür tədbirlər bizim gənclərimizi atlamaq lazımdır. Yəni, buradakı bir gənclərimiz bir çox araşdırmalar edir, təbiətin korlanması. Təhsil ocağından çıxan uşaqları, işli oturmantıları hər biri işini üçün yazır. Bu tədbirləri biz gelişləndirmək və bazarlığımız qədər, elə deyək, ildə bir dəfə yox, 4-5 eləməlidir. Qarşı edirəm bunu artıraq və gəncləri bu işə cəlb edək.
Təşəkkür edirəm. Minnətdaram. Bizim də öhdəmizdən nə düşərsə, sizin uğurunuzda halsın. Çox sağ olun. Zəng çalımda lazım olanda. Ben senin dışındayım ama sen de benimle oldu. Ya babam tanıdık ya mesela. Limonlu doğrama var. Devam ediyor. Biz ele Şunaydı Pervinimizin ikinci mərhələsi başlamışıq. Burada söhbət neylə gedir? Hamı təqdim ürək sözlənmişin məsələdir. Mən bu adın müəllimi bu məclisə çağırmamda ona görə onun ötən məclislər, məclisimizdə bizə yerli insan kimi tapşırığı tövsiyəsi, belə ən sıkı səlyanlı ki, süpürə asıb çörək yeməsi, bunlar hamısı bizə ləzzət verir. Bakın müəllim, Allah sizə can sağ verirsiniz. Yarıcı ilə ki, sən həmçə gübrə olasan və küt sahinin sahilində yaşayasın, ancaq ona körgələr olsun, həmin su içəsən. Mən necə bir iqtisadçı kimi Bakıda oldum, həmən Ərəbədə 2 dəfə. Böyük sözlər olmasın da, burada kimə lazımdır ki, böyük sözlər? Qürur hissi istəyirəm ki, mən Azərbaycanlıyam. Qürur. Və bu günləri inkişaf etmiş ölkələr Afrikanın bazarından ötürü, iqtisadi bazarından ötürü. Biri-biri ilə mübarizələr, biri-biri ilə müharibələr aparır. Amma COP-dan sonra Afrikanın 3 böyük ölkəsi artıq Azərbaycana dövlət səfəri ilə gəldilər. Cənab Prezidentin yanında gəlirlər. Məsləhətçi gəlirlər ki, biz nə eləyək ki, həmin siz bayaqlar rəqəm ki var, milyarların dollardan hansına nə qədər iş sözü. Düşünülmüş iqtisadi siyasət budur. Düşünülmüş sabaha iqtisadiyyat, yönəlmiş iqtisadiyyat budur. Biz bunu hamıya başa düşməliyik. Ünal, bəlkə sən sudan söhbət getdi, Ağra İnkişaf Mərkəzində bu və digər məsələlər barədə münasibət necədir? Çox qısa. Bu istiqamətdə sizin bu ictimai birliyinə təşəkkür edirik ki, bir Aqrar İnkişaf Mərkəzi olaraq sağ olun ki, belə tədbirlər keçirirsiniz. Əvvəla 15 illik yubileyiniz münasibətlə təbrik edirsiniz. Bu davamlı olsun, uzun ömürlü olsun və nəticə yönümlü olsun. Yəni, təkcə tədbir keçirmək xatirinə yox, yəni tədbirlərimizin mahiyyəti olsun. Bəli, harcı tədbir keçirdirsə, onun nəticəsini görək inşallah. Bu baxımdan Aqrar İnkişaf Mərkəzi olaraq sizə uğurlar arzu edirik. Çox sağ olun. İnşallah davamlı olar tədbirlər və nəticə yönümlü olar. Sağ olun. Süleyman Bey, bu barədə bəlkə siz bu və başqa məsələlər barədə. Çox sağ olun. Mən də tədbir iştirakçılarını salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Sizin ictimai təşkilatın fəaliyyətini izləyirik, yaxından izləyirik. Təbii ki, əhəmiyyətli işlər görürsünüz. Üzərinizə çox məsuliyyətli missiya götürmüşsünüz və bu missiyanın həyata keçirilməsində də sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Ekolojik problemlərin öyrənilməsində, onların gənclərə xüsusilə çatdırılmasında çox işlər görmək lazımdır, çox işlər də görüləcək bundan sonra. Sizin layihənizi də mən izləyirəm və tanış olmuşam. Keçən il məncə elə bu vaxtlar da biz burada belə bir tədbir keçirdik. Ondan sonra da biz birgə olaraq bizim Salyan Peşə liseyində də bizim gənclərimizlə, bizim tələbələrimizlə bir görüş keçirdik və bu mütəmadi bir artıq hala çevrilib. Hər il biz ən azı bir dəfə bizim Salyan Peşə liseyində gələcəyin belə deyək də vətəndaşları ilə, nümunəvi vətəndaşları ilə, insanları ilə bu sahədə görüşlər keçirdik və ekoloji problemlərin, ekologiyanın bugünkü vəziyyəti haqqında onları məlumatlandırırıq. Eyni zamanda bu sahədə maarifçilik işlərimizi davam edirik. Ekologiya nazirliyinə təşəkkür edirəm buradadır və evi gəlsi kimi bələdiyyəmizin sədri bizim. Biz nə düzəltməliyik, nə düzəltməliyik.
Deməli, çox hörmətli üstadlardır. Sizin bu layihəni mən izləyirəm. Çox bəyənirəm sizin bu fəaliyyətinizi. Bizə lazım idi, çoxdan lazım idi. Səlyanımız üçün, ölkəmiz üçün həqiqətən hamısı gözəldir. Suyun təmiz saxlanması üçün, qıranın sahənin təmizliyi, yaşıl ağacların əkilməsi, qorunması üçün. Mən də Azərbaycan Respublikası Ekologiya və Təmizliklər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsi kimi həmişə xidmət adımlarıyla, həmişə sizin yanınız yox, sizə dəstək olacaq bu işlərdə, sizə köməklik göstərəcək. Çünki bu sizin yox, bu bizimdir, hamımızdır. Sizin bu gördüyünüz işlər çox vacib işlərdir, icrası təcili olmalıdır, icra olması tədbirlərdir. Həmişə sizin qurulucu uğur arzulayırıq. Çox sağ olun. Mustafa xahiş edirəm çaylarınızı için. Məlumat üçün deyim ki, bu papkalar, nümunəyə papkalardır, içində maarifləndirilmiş materiallar var, uska, qələm, digər digər məsələlər var, bunlar sizindir. Əsas yekun mənasında Cəmal müəllimə söz vermək istəyirəm ki, layihənin sonunda bir ağırlıqlı bələdiyyə yaxşı mənada münasibətlər üçün nəticəsi ola bilər. Xahiş edirəm diqqət edin. Mən də hörmətli qonaqlar, hamınızı salamlayıram. Tədbirin işinə uğurlar arzulayıram. Düzdür, mən indi burada yəqin ki, tanıyanlar var. Mən Kürqaraşlı Bələdiyyəsində 10 il sədr işləmişəm. Oradan bura gələndə artıq biz bu layihələri kiçik də olsa bir həyata keçirmişik. Hətta Kürqaraşlı Məmsində mən 30 torpaq sayırdı. Orada 2000 ağac tin getdik. Harsa 1000 ağacımız oldu. Deməli bilir ki, mən o yaşılığların qorunması ilə bağlı dəfələrlə söhbətlərimiz olub. İndi Babazanlı qəsəbəsində əkilən ağacla bağlı danışılıb. Oranın tasarlanması da səki ilə beləcək. Biz onu götürüyoruz bu oyunu. Bizim uğurumuz var. Maliyələ verilməyib, onu tasarlıyorduk. Qorumaq da bizdən. Bir daha tədbir iştirasından olurlar. Çox xahiş edirlər. Belə ictimai tədbirlərdə, başqa təşkilatlarda da Salyan şəhər bələdiyyəsi xahiş edib dəvət edir. Bir mənalı olaraq tədbirlərə qoşulmağa, üzümü çatdığı qədər yüngül maliyyələşdirməyə də haqqdır. Teşekkür ederim. Sağ olun. Çox gözəl oldu. Mən güman edirəm ki, dostlar, Tilman mənim bu ilə iştirak etməyi, ürək dolusu ekoloji işə can verməyi, dəstək verməyi bizim layihənin uğurlu yekunları özlə bir törpə olacaq. Tədbiri yekunlaşdırır və çox xahiş edirəm ki, qıraqda bir xatirə şəkli çəkdirəcəyim və bu da bizdən bir yadigar qalsın. Teşekkür ederim.